Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əcilli vəlikəl fələs. Hər birinizə Allahın salamı, rəhməti və bərəkəti olsun. Əziz xanımlar, bugünkü dərsimiz tapşırıqdır. Biz artıq 11 hərf keçdiyimizə görə tapşırıqlar hissəsinə keçid ala bilərik. Tapşırığımız bundan ibarətdir ki, siz öz tapşırıq dəftərinizdə Azərbaycan dilində hərflər yazılırsınız. Məsələn, keçdiyimiz hərflərdən bir nümunə xa, dəl və yaxud da olsun tə. Bu cür yazırsınız, qarışıq yaza bilərsiniz, özünüzdən fərqli-fərqli keçdiyimiz hərflərdən yazırsınız. Azərbaycan dilində yazırsınız, altına isə ərəb dilində. Təbii ki, Azərbaycan soldan sağa yazıldığına görə ərəb əlifbası sağdan sola başlayıb yazacaqsınız. Xa başlayırıq, əvvəldə gələn, birinci gəldiyinə görə. Ortada gələn hərf burada nədir? Dəl. Dəl hərfi boynu bükülmüş. T hərfi isə özündən sonra dəl hərfi birləşmədiyinə görə T hərfi artıq sona düşür. Nə oldu? Xa, dəl, tə. Və yaxud da başqa bir hərfi yazırsınız. Cim, sə, zə. Yenə də başlayırsınız buradan, sağdan. Cim hərfi birinci gəldiyinə görə nə olacaq? Əvvəldə gələn. Sə hərfi ortada gəldiyinə görə, sə hərfi ortada gəldiyinə görə, ortadakı forması. Zə hərfi isə ayağını sallayan, sonda gələn forması. Bu da belə. Çoxlu tapşırıqlar yazıb məşq eləyə bilərsiniz. Həm öyrənməyiniz üçün, həm də göz yaddaşına həkk olunması üçün. Bugünkü tapşırığımız bu qədər. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.